Salam aleyküm əziz izləyicilər və usta yoldaşlarım. Bu günlərim ənənəyə sadiq qalaraq bütün ustalarımıza lazım ola biləcək bir formula sizinlə bölüşmək istədim ki, bu formula nədir? İstənilən ölçülü müstəvidə ellipsin yığılma qaydası. Təbii ki, hər bir usta bu və yaxud bu düsturları bilməyə bilər. Heç bunu bilmək də məcburiyyətində deyil. Amma istənilən bir müstəvidə, istənilən ölçülü müstəvidə ellipsin daha asan yığılmaq bir variantı var ki, mən indi bunu sizinlə bölüşmək istəyirəm. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə birinci növbədə bizim müstəvimiz lazımdır. Müstəvimizi götürdükdən sonra nə edilir? Müstəvini götürdükdən sonra müstəvinin yəni orta xəttini, mərkəzini tapdıq. Mərkəzini tapdıqdan sonra müştərinin istəyinə görə, müştəri ola bilər ki, deyər ki, məsəl üçün, divarın bu küncündən məndə qalsın. İndi məsəl üçün, mən burada müəyyən bir ölçü götürmüşəm, 5 santı götürmüşəm. İndi məsəl üçün, deyir ki, buradan da qalsın 50 santı, buradan da qalsın 50 santı, buradan da 50 santı qalsın, buradan da 50 santı qalsın. Bunu bildikdən sonra nə edirik? Həmin 50 santı ölçülərimizi qoyuruq. Bütün 50 santı ölçülərimizi küçük küncümüzdə yerləşdirdik. Yerləşdikdən sonra nə edirik? Həmin 50 santıdan mərkəzə qədər olan məsafəmizi ölçürük. Mərkəzə qədər olan məsafəmizi ölçürük. Həmin 50 santdan da bizim mərkəzə qədər buradakı məsafəmiz, bu müstəvidə olan məsafəmiz 45 santıdır. Yəni, qoyduğumuz 50 santıdan mərkəzə qədər olan məsafəmiz 45 santıdır. Sonra bu 45 santı olan ölçünü nə edirik? Yuxarıda qoyduğumuz bu 50 santı ölçüsü yoxdur. Həmin 45 santını burada saxlamaqla bu müstəvi üzərində düzəldirik. Bu müstəvi üzərində düzəldirik. Yəni 50 santdan qabağa gəlir. Bu müstəvi üzərində düzəldirik və buranın həmin yeri işarələdik. İşarələdikdən sonra nə edirik? 2 dənə şurup götürdük. Şurupu burada işarələdiyimiz xəttə qoyduq. İkincisini isə burada işarələdiyimiz xəttə bərkidirik. Bərkitdikdən sonra nə edirik? Bir ip parçası götürürük və ip parçasını necə düzəldirik? Bu ip parçasını qoyduğumuz 45 santı ölçüsündən müştərinin bizə verdiği ölçüyə qədər, 50 santiyə qədər, müştəri bizə hansı ölçünü verirsə, həmin ölçüyə qədər ipi genişləndirir. Genişləndikdən sonra xüsusilə məsləhət görərdim ki, karandaşın ucunu belə edin ki, yəni ipi fırlayanda çıxmasın da oradan. Bundan sonra işte sadə bir üsul, karandaşı buraya yerləşdirdik və bizə verilən ölçülərdən keçmək şərti ilə ellipsimizi çəkirik. Düzdür, mən burada əvvəldə çəkmişəm, ola bilər bir bazı xarab edir.